30 ildən çoxdur ki, astrologiya ilə məşğulam. Doğum xəritəsi üzərində özüm öz müəllif uğur formulamı da yaratmışam. Bu formulaya görə özüm öz həyatımı çox gözəl şəkildə dəyişmişəm və bizim ən yaxşı, ən uğurlu gələcəyimizi yazmaq üçün bizə məsələn astrologiya kömək edə bilər. Bu astrologiya 12 ev bazası üzərində qurulub. 12 ev bizim həyatımızın hər bir sahəsini əhatə edir və bu planetlərin bizim xəritəmizdə hansı evə düşməsi, bir-birləri ilə hansı aspektlər, hansı münasibətlər yaranması, bunlar hamısı bizim uğurumuza təsir göstərir. Bu ilin əvvəlində iki böyük planet, Neptun və Saturn bürcünü dəyişir. İndiyə kimi balıqlar bürcündə idilər. İndi ikisi də biri yanvarın 26-sı, biri fevralın 14-ü, o biri bürclərini dəyişirlər, ikisi də keçirlər Qoç bürcünə. Və əlbəttə ki, bu bizim hamımızın həyatına təsir göstərəcək və hamıdan çox məsələ balıqlarla qoçların həyatına təsir göstərəcək. Ən yaxşı proqnozlar həyata keçir məhz yüksələn bürcə görə. Yüksələn bürcü bilmək üçün mütləq dəqiq doğum saatını bilməlisiniz. Əgər dəqiq bilmirsinizsə, yüksələn bürcünüz səhv ola bilər. Günəş bürcümüz bizim daha çox şəxsiyyətimizi göstərir. Biz kimik sualına cavab verir. Biz bu dünyaya necə davranmaq üçün gəlmişik göstərir. Yüksələn bürc isə biz hansı yol ilə gedirik onu göstərir. Məsələn, Alain Delon Əqrəb bürcündən idi, onun günəş bürcü Əqrəb idi, amma yüksələni Tərəzi idi. Necə gözəl bir kişi idi. Və doğrudan da bizim həyatımıza müəyyən dərəcədə gözəllik və harmoniya gətirirdi. Mən onu deyim ki, məsələn, yüksələn bürcü xərçəng olan xanımlar çox kosmetikadan istifadə edirlər ki, biraz öz yaşlarına görə görünsünlər, uşaq oxşamasınlar. Bəylər isə saqqal saxlayırlar ki, uşaq oxşamasınlar. Çox vaxt. Bu il 2026-cı il bir rəqəmidir. Çünki 2 üstəgəl 2 üstəgəl 6 eləyir 10, 1 üstəgəl 0 eləyir 1. Bu ilin enerjisi rəqəmsal olaraq 1-dir. Yəni, yeni başlanğıclar. Bu il hər insan üçün müəyyən mənada, yəni az olsa da hər birimiz üçün yeni başlanğıc enerjisi olacaq. Yəni, bu il yeni başlanğıclar daha uğurlu ola bilər, olsun. 2025-ci il niyə hamıya çətin gəldi? Çünki 9 rəqəmi idi. Nəyisə bitirməyin vaxtı idi. Amma hər insan üçün bir fərdi hesablama da var. Deməli, əldə etdiyimiz rəqəm sizdə oldu 3. Üstünə gəlirik 1 rəqəmi, bu ilin rəqəmi olur 4. Bu il sizin üçün 4 rəqəmi altında keçəcək. Siz bu il müəyyən transformasiyalar yaşaya bilərsiniz. Müəyyən dəyişikliklər yaşaya bilərsiniz həyatınızda. Əgər insan, məsələn, ayın 10 neçəsi və 20 neçəsi dünyaya gəlibsə, o rəqəmləri üstələyib tək rəqəm halına gətirməlidir. 29, 2 üstəgəl 9, 11, yenə də 1 üstəgəl 1, 2. Yəni, 2 enerjisi daşıyıcısıdır. 2 enerjisi ay planetinin enerjisidir və ilk növbədə bu insanlar gözəl partnyorluq enerjisi daşıyırlar özlərində. 4 və 7 xüsusi rəqəmlərdir. Onlar bizim belə tanıdığımız planetlərə aid deyirlər. Onlar Rahu və Ketuya aiddirlər. Ona görə bax, bu 2 rəqəm xüsusidir numerologiyada. Onlar elə bil ki, müəyyən daha çox kreativ olurlar. 8 ili bizim həyatımıza pul gətirir. Qazanmaq imkanları açıla bilər, onları qaçırmayın. Deməli, əgər sizin iliniz 8-dirsə, 8 enerjisi daşıyırsa, bu deməkdir ki, maddi imkanlardan istifadə eləməlisiniz. İmkanlar açılacaq.